Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz ümumiləşdirici tapşırıqlardır. Birinci tapşırıqda deyir ki, əvvəlcə bu verilmiş kəsri onluq kəsrə çevirin. Sonra yuvarlaqlaşdırın və mütləq xətasını hesablayın. Bunun üçün deməli, əvvəlcə 5-i bölməliyəm 12-yə. 0 dəfə olar. 50-də 12 4 dəfə 48. Çıxanda qalar 2. 20-də 12 bir dəfə 12-ni çıxsam qalar 8. 0 qoysam 80-də 12 7 dəfə 6 dəfə 6 dəfə olanda olur 72. Çıxanda 8 qalır. 80-da yeni 6 dəfə. Deməli bu ədədimiz oldu 0,41 dövrdə 6. İndi yazıram 0,41 dövrdə 6'nın da yerinə 3'dən 6 yazıram. Bunu əvvəl onda birlərə qədər yuvarlaqlaşdırıram. Onda bir 4 olduğuna görə 0,4 eləyir. Mütləq xətanı tapmaq üçün deməli dəqiq qiymətlə təqribi qiymətin fərqinin modulu hesablamaq məcburiyyətinə qalmayayım deyə böyükdən kiçiyi çıxıram. 0,41 dövrdə 6'dan çıxıram 0,4'ü. Çıxanda qalır 0,01666. Bu isə 0,1 dövrdə 6 deməkdir. Və adi kəsri çevirəndə olar 90'da 16'dan 1 çıxanda da 15. Və 15'ə də ixtisar getsə 1 bölünsün 6 qalır. İndi eyni ədədi yazıram təzədən. Bu dəfə 10'da 1'ə yuvarlaqlaşdırdım. İndi 100'də 1'ə qədər yuvarlaqlaşdırıram. 100'də 1 1'dir. 1'dən sonra 6 gəlinə görə bir dənə artır olur 42. Onda mütləq xətasını tapmaqdan ötürü 0,42'dən çıxıram 0,41 və 3 dənə 6'nı. Çıxanda 10'dan 6 çıxanda qalır 4. 9'dan 6 çıxanda 3. 9'dan 6 çıxanda 3 yenə də. 0, 0, 0 tam da qabaqda. Deməli bu oldu. 334 bölünsün 1. Yanında da bu ədədlərin sayı qədər. Yəni 5 dənə 0. 5 dənə 0 olanda da o 100.000. 333 kimi bunu qəbul edib təqribən ixtisar eləsəm olar 1. 1000'də də 333 olar 3 dəfə. 0'ını da qoyanda təqribən 300'də 1 olası bunun nisbi xətası. Eyni ədəd 3-cü dəfə yazıram. 41, 6, 6, 6. Bu səfər deməli 10'da 1'ə 100'də 1'ə qədər yuvarlaqlaşdırdım. İndi 1000'də 1'ə qədər yuvarlaqlaşdırıram. Olası 0,41. 6'dan sonra 6 gəldiyinə görə bu da artır olur 7. İndi mütləq xətanı tapmaq üçün yenə böyükdən kiçiyi çıxacağım. Böyüyü təbii ki bu ədəddir. Yəni yuvarlaqlaşdırdığım alma ədəd 417 00'dan çıxacağım 0,41 6 6 6'nı. Ondan 6 çıxıram qalır 4. 9'dan 6 çıxıram qalır 3. Burada da 6 qaldı. 6'dan 6 çıxanda 0 0 0 0. Deməli bu səfərdə olası surətdə 34, məxrəcdə 1, yanında da 5 dənə 0. 3 4 5. 34'ü yenə 33,3 kimi qəbul edib təqribən 34'ə bölsəm 1 eləyir. Bu 100'də daha doğrusu 100'də də 33,3 olar 3 dəfə. Bu 3 dənə də 0'ın bölünə qoysam olar 3000'də 1. Nisbi xəta, mütləq xətası. İndi çalışma 2'də deyir ki, ədədini əvvəlcə onda birlərə qədər yuvarlaqlaşdırın və nisbi xətasını tapın. Nömrə 2'nin birincisi. 72 tam %73'ü onda 1'ə qədər yuvarlaqlaşdırsam alınar 72 tam onda 7. Aydındır ki, mütləq xətanı tapmalıyam ki, sonra nisbi xətanı tapım. Mütləq xəta da bərabərdir. Deməli, bunları bir-birindən çıxanda olasıdır 0,03. Yəni %3. Və bununla da nisbi xətanı hesablamaq üçün bilirik ki, mütləq xətanı təqribi qiymətə bölməliyəm. Faizlə dediyinə görə 100%-ə də vurmalıyam. Bərabərdir. Mütləq xəta oldu 0,3. Təqribi qiymətimiz oldu 72,7 vur 100%. Bərabərdir. 100'ü surətə vursam eləyər 3 bölünsün 72,7. Bunu da ona vurum ki təzədən 30 bölünsün 727 alınsın.
727'nin də ikisini də 30'a bölürəm. Burada təqribi qiymət alınır. 30-30'a böləndə 1. 72'də 30 2 dəfə qalır 12. 127'də də 30 olur 4 dəfə. 24'də də 1 olur. Bunun faizlə ifadəsi. Bölündə də mütləq faiz işarəsi var. 24'də 1%. İkinci 24'də 1%, bunu onluq kəsrə də çevirmək olar. İstəyirsinizsə birini də çevirək. Deməli bunun üçün 1'i 24'ə bölməliyəm. 1'də 24 0 dəfə, 10'da 24 yenə 0 dəfə, bir dənə də 0 qoyuram. 100'də olar 4 dəfə, 4 dəfə olanda olur 96. 100'dən 96 çıxanda 4 qalır. 40'da da 24 bir dəfə. Təqribən 0,1000'də 41% də götürmək olar. 24'də 1 ilə də götürmək olar. 30 1,25'i yenə 10'da 1'lərə qədər yuvarlaqlaşdıranda olur 31,3. Mütləq xətanı tapmaq üçün böyükdən kiçiyi çıxıram. 30'dan 25 çıxanda qalası 0,5. Nisbi xətanı hesaplamaq üçün mütləq xətanı təqribi qiymətə bölüb faizlə dediyinə görə 100%'ə vurmaq lazımdır. Yəni 0,5'i təqribi qiymətimiz 31,3'dür. Vurulsun 100 bərabərdir. 100'ü surətə vursam olar 5 bölünsün 31,3. Burada da yine ona vururam ki məxrəc kəsirdən qutarsın. Olar 50 bölünsün 313. 50'ni 50'ye böləndə təqribən alınar 1. 313'də də 50 olar. 300'də 50 olar. 6 dəfə də 6'dır. 6'da 1 faizlə də götürmək olar. Yine bunu da bayaq kimi onluq kəsrə çevirmək olar. Belə də saxlamaq olar. 1'də 6 0 dəfə. 10'da 6 1 dəfə. Qalır orada 40. 40'da da 6 olar. 6 dəfə. Orada yine 30'a 46 yine 6 dəfə, yəni 6 təkrarlanır. 1,16 faizlə də götürmək olar. Bu oldu ikincisi tapşırığımızın. Üçüncü tapşırıqda banka qoyulan 5000 manat 2 ildən sonra illik 8% gəlirlə hansı məbləğə çevrilər? Və baxıram ki, burada 3-cü məsələ ilə 4-cü məsələ eyni məsələdir. Sadəcə olaraq yəqin ki, mən belə düşünürəm ki, burada verməlidir ki, biri sadə faiz artımı ilə, biri mürəkkəb artımı. Ona görə də burada 3'ü sadə ilə işləyim. 4'ü də mürəkkəblə işləyim ki, düsturlarda təkrarlamış olaq. Deməli, nömrə 3. S 2 ildən dediyinə görə S2 bərabərdir. S0'ımız 5000'dir. 5000 vurulsun 1 üstəgəl. Deməli, N 2 ildir. R də 8%'dir. Bölünsün 100. Bərabərdir. 5000 vurulsun. Bu da 1,16'dır toplayanda. 1,16'nı da düzgün olmayan kəsrə çevirəndə %116 olur. 100 ilə 500 ixtisar eləsəm qalar 5 vurulsun 116. 5'i 100'e vuranda 500, 16'nı da 5'e vuranda 80. Deməli 500 burada 5000'dir. 5000'dir. Sıfırın biri qalır. 5800 oldu. Deməli sadə faiz artımı düsturu ilə hesablanmış faizin manatı. İndi nömrə 4'ü mürəkkəblə hesablayaq. Yenə S2 nömrə 4 bərabərdir 5000 vur 1 üstəgəl yüzdə faizimiz 8'dir. Burada mötərizənin kvadratı yazmalıyım. 2 ili mötərizənin üstünə yazırım. Bərabərdir 5000. Bu da 1,8'dir. Düzgün olmayan kəsrə çevirsəm yüzdə 108 olasıdır. Kvadratıdırsa 2 dənə yüzdə 108 yazıram. 100'ün sıfırları ilə bunun 2 dənə sıfırını ixtisar edirəm. 50 ilə də 100'ü ixtisar edirəm. 2 ilə də 108 ixtisar edirəm. Qalır 54. Deməli, axırda qaldı 54 vurulsun 108. 54'ü 108'e vuraq burada. 108 vurulsun 54. 32. Bu da 4. 8 dəfə 5'in 40 eləyir. Bu da 5. Toplayanda 2, 3, 8, 5. Deməli, mürəkkəb faiz artımı düsturu ilə 5832 manat artımımız olasıdır. Yəni son məbləğ. İndi çatırıq çalışma 5'ə. Çalışma 5'də verilənlərə əsasən deyir, tələb olunan çoxluğun elementlərini yazın. Deməli, birinci tapşırıqda A kəsişmə C deyir, bərabərdir.
A ilə S-nin kəsişməsi deyirsə, A ilə S-nin ortaqları bax bunlar. 16, 18, 19 olasıdır. 16, 18 və 19. İkincidə A-dan B ilə S-nin kəsişməsini çıxmalıyım. Deməli, B ilə S-nin kəsişməsi 16, 25, 28-dir. A-dan həmən bu kəsişməni çıxanda, deməli, A-da olan elementlərdən yalnız 16 olmur. Yerdə qalanlar bu ifadənin çoxluğuna daxil olur. B kəsişmə S yazıram. Bərabər, deməli, A-da 16-dan başqa hamısı. Yəni 7, 11, 13, 15, 16-nı yazmıram, 18 və 19. Üçüncü, deyir ki, A-dan S-ni çıx, A-nanla B-nin kəsişməsini tap. A-dan S-ni çıxanda qalır 7, 11, 13. Bunlar 3'ü. Həmən bununla 7, 11, 13 ilə B-nin kəsişməsi deyir. Bir dənə burada 15 də var. Deməli, A-dan S-ni çıxanda 16, 19, 18 S ilə gedir. Qalır 15, 7, 11, 13. Bu 15, 7, 11, 13'ün isə B ilə ortağı yalnız 15'dən ibarətdir. Deməli, bunun cavabı yalnız 15'dən ibarətdir. Bir dənə elementli çoxluq alınır. Dördüncü, A ilə B-nin kəsişməsinin ilə S-ni birləşdir. Bu deməkdir ki, S-nin özü bütöv olasıdır. A ilə B-nin kəsişməsindən də bir dənə 15'i götürəsiyəm. Deməli, S çoxluğunda nə qədər element varsa hamısı, A ilə B-nin kəsişməsində də 15 ilə 16 var. 16 ilə S-yə daxil olduğuna görə əlavə olaraq 15'i də götürürəm. Deməli, olası da 15, 16, 18, 19. Sonra bu tərəfdən 25 ilə 28. S-nin təkcə özünə aid olanlar 30, 31 və 32 elementlərindən ibarət olan çoxluq. 5-ci, B ilə S-ni birləşdir deyir. B və S-nin hər ikisində olan elementlərin hamısı. 15'dən başlayıram. 15, 16. Deməli, burada gəlir 18, 19. Artan sıra ilə yazaq ki, hamısının yazdığımızdan əmin olaq. Sonra 21, 23, 24. 21, 23, 24. Burada qaldı 25, 28. B ilə S-ni yazıram. 30, 31, 32. 30, 31 və 32. Bu da oldu B ilə S-nin birləşməsi. 6-cı bənddə deyir ki, A ilə S-ni birləşdir. Deməli, A ilə S-yə bütöv eyni çoxluq kimi baxıram. Bu eyni çoxluqla da B-nin kəsişməsi olur. Bunlar 15, 16, 25, 28. 15, 16, 25 və 28 yazıram. Bunu da deməli ifadəsi olur. A birləşmə S ilə B-nin kəsişməsi. 15, 16, 25, 28. Növbət tapşırığa baxaq. 6 nömrəli tapşırıqda da deyir ki, bizə A verilir, B verilir. Deyir ki, bu ifadənin qiymətini tapın. Deməli, belə götürürəm ki, mən bu tutaq ki, A çoxluğudur. A çoxluğu. Bu da B çoxluğudur. İndi deyir ki, A ilə B-nin birləşməsindən, yəni bunların hamısından A çıxılsın B-nin ortaqlarını yaz deyir. Deməli, A çıxılsın B də olasıdır bura. Deməli, elə bu A ilə B-nin birləşməsi ilə A çıxılsın B-nin ortaqları elə A çıxılsın B-nin özünə bərabərdir. Bunu şəkildə də görmək olur. Şəkildə görmürüksə, deməli, məcbur bunları birləşdirməliyik. Sonra A-dan B-ni çıxmalıyıq. Sonra bunların ortaqlarını tapmalıyıq. Təbii ki, buradan yenə də başa düşmək olur ki, bu ilə bərabərdir. A çıxılsın B-yə. A-dan B-ni çıxmaq üçün, deməli, ortaqların üstünə xətt çəkirəm. 2, 2, 4, 4 və 6 burada da var, 6 da burada var. Hər ikisini ortaqları qeyd edəndən sonra A-da qalanlar, deməli, 0 və 5-dən ibarətdir bu. 0 və 5. Sonra ikincisində də deyir bizə A-da 4, 5, 6 var. B-də birləşməsi ilə bu qədər elementdir. A-dan B-ni çıxanda 5 ilə 6 qalır. B-nin elementlərini tapın. Deməli, bu oldu 6-nın birincisi. İndi 6-nın ikincisinə baxaq. Yenə 2 dənə çoxluq var. A və B çoxluqları. A və B çoxluqları.
Bunların ortaqlarında yox, bir deyəm buna baxaq. A'dan B çıxanda 5 6 qalır. Deməli 5 6 burdadır A'dan B'ni çıxanda. A'nın özündə isə 4 5 6 var deyə, deməli 4 də olası bunların ortaq elementləri. İndi birləşmədə 4 5 6 var. Yerdə qalanlar 3 7 8 9 da aid olası buna. 3 7 8 bir də 9. İndi bizə deyir ki, yalnız B'ni tapın. Buradan da B'ni tapsam, B çoxluğu bərabərdir 3 4 7 8 və 9'dan ibarət olan elementləri var B çoxluğunun. 10 daha doğrusu 7 nömrəli tapşırıqda da tapşırığı həll etmək üçün hər bir çoxluğun elementlərinin sayını tapmaq üçün bizim düsturumuz var ki, birləşməsi. İki çoxluğun birləşməsində olan elementlərin sayını tapmaq üçün bunların hər birində olanları ayrı-ayrılıqda toplayıram. N-A ilə N-B-ni. Buradan ortaq olanları çıxıram. Yəni N kəsişmə B-ni. İndi bu düsturda verilənləri yerinə qoyaq. Deməli, birləşməni bizdən soruşursa, buraya yazıram bərabərdir. A-da 13 dənə element var. B-də 19 dənə element var. Kəsişməsində də 8 dənə. Deməli, 13'ün üstünə də 19'dan 8 çıxanda 11 qalır. 24 dənə deməli birləşməsində element olasıdır. İkinci də yenə birləşməni verir bizə 31. Birincinin yerinə yazıram 31. N-A 18'dir. N-B-ni bizdən soruşur. Çıxılsın bunların kəsişməsindəki 9'u. Deməli, onda buradan N-B-ni tapmaq üçün 31'dən 18'dən 9 çıxanda qalır 11. 11'i çıxmalıyam. O da eləyər 20 dənə. Deməli, B çoxluğunda 20 dənə element var. 7-ci tapşırıq idi bu. 8'ə baxaq. 8'də A-da 15 dənə, birləşməsində 17 dənə, kəsişməsində 4 dənə element var. B-də olan elementlərin sayını tapın. Yenə bayaqçı düstura əsasən yaza bilərəm ki, birləşməsindəki elementlərin sayı, yəni 17 bərabərdir. A-nın elementlərinin sayı ilə B-nin elementlərinin sayını toplayıb, bunların kəsişməsində olanları çıxmalıyam. Buradan tapıram ki, MB də bərabərdir 17. Bunlar ikisi bir yerdə eləyir 11. 17'dən də 11'i çıxanda qalır 6 dənə. Deməli, 6 dənə B çoxluğunda element var. Nömrə 9. Nömrə 9'da birləşmədə var 33 dənə. Deməli, 33 bərabərdir. A-da 23 dənədir. B-də 19 dənədir. Bunların kəsişməsində olan elementlərin sayını isə bilmirik. Deməli, 33 bərabərdir. Bunu da toplayanda 42 çıxılsın. N, A kəsişmə B alınır. Buradan N, A kəsişmə B-ni tapmaq üçün isə 42'dən 33'ü çıxmalıyam. Eləyəsi 9. Deməli, burada da cavab elədi 9. Qaldı bir dənə 10 nömrəli tapşırığımız. Yenə birləşməsində 18 dənə element var. Kəsişməsində 4 dənə element var. NB-ni soruşur. NB-də x dənə element varsa, onda burada NA bərabərdir x üstəgəl 6'ya. Yəni A-dakı çoxluğun elementlərinin sayı B-dən 6 dənə çoxdur. İndi bu dediklərimi yerinə qoysaq, birləşməyə 18. A-nın yerinə x üstəgəl 6. B-nin yerinə x kəsişməyə də 4. Deməli, 18 bərabərdir 2x üstəgəl 2'yə. Buradan 2x bərabərdir 16'ya. X də bərabərdir 8'ə. Biz də MB-ni götürmüşdük 2x. Elə x-i də 8 tapdığımıza görə, deməli, B çoxluğunda 8 element var. Burada da ümumiləşdirici tapşırıqları yekunlaşdırırıq. Hələlik bu qədər. Növbət dərsdə görüşərik inşallah. Sağ olun.